Bu qədim körpülər uzaq zamanların yadigarıdır. İndi iki sahili bir-birindən ayıran bu körpülər bir vaxt var idi ki, onları birləşdirirdi. Araz. Bu söz nə qədər əziz və kədərlidir. Hər bir xalqın bu cür sözləri vardır. Tarixin vərəqələrinə yazılmış belə sözlər ötən günlərdən xəbər verirlər. Araz, Azərbaycanı ikiyə ayıran çay, xalqın böyük bir qismini yadlar əlində qoydun. Ellər, aşıqlar səni göz yaşı deyib çağırırlar. Köşkü balaban Araza baxar, Arazın suyu gözlərdən axar. Sahilləri bir-birindən ayıran məsafə o qədər azdır ki, çayın o tayında nələr olduğunu bu tərəfdən görmək olur. Bu, Arazın o tayıdır. Təbriz, Azərbaycan və İranın tarixində böyük rol oynamış qədim bir şəhər. Burada varlı və dəbdəbəli həyatla yoxsul və dilənçilik həmişə birgə yaşamışdır. Dar küçələr, alçaq sualı damlar, palçıq divarlar, izdihamlı bazarlar Təbrizin xarici mənzərəsini təşkil edirlər. Lakin bu şəhər öz şairləri, memarları, rəssamları və musiqi ustaları ilə məşhur olmuşdur. Qədimdə şairlər Təbrizin gözəllik və əzəmətini tərənnüm etmişlər. İndi isə Təbriz ancaq bir əyalət şəhridir. Ölkənin adi şəhərlərindən biri. İran Azərbaycanını həmişə dilənçi və məhkum görmək, onun varını, sərvətini qarət edib Tehrana daşımaq istəyənlərə də belə işıqdan məhrum, uçuq sökük bir Təbriz lazımdır. Miskin və dilənçi halına salınmış Təbrizə baxın. İran Azərbaycanı xalqı yaxşı bilirdi ki, azadlıq əldə etmək üçün yeganə yol amansız mübarizə və silahlı isyan yoludur. Odur ki, bütün kəndlərdə təbəi dəstələri təşkil olundu. 1945-ci ilin avqustunda ölkənin hər tərəfində miting və nümayişlər başlandı. Demokrat Türkəsinin görkəmli xadimlərindən biri, Ateşin Natiq, Azad Vətən, yorulmadan kəndli yığıncaqlarında danışırdı. Xalq hərəkatına Demokrat Firqəsi rəhbərlik edirdi. Demokrat Firqəsinə pişəvəri başçılıq edirdi. Demokrat Firqəsi 1945-ci il sentyabr ayının 2-də bir bəyannamə nəşr edərək bütün xalqı azadlıq və milli istiqlaliyyət uğrunda mübarizəyə dəvət etdi. Fədailər mübarizəyə başladı. Əlimizdə vuruşmalar zamanı çəkilmiş kino sənədləri yoxdur. Lakin bu vuruşmalarda iştirak edən və öz xalqı üçün qələbə qazanan insanlar bunlardır. Xalq qəhrəmanları, unutulmaz insanlar. Məhəmməd Agahı, İran ordusu zabiti, təyyarəçi, onun simasını yadınızda saxlayın. O, mübarizənin ilk günlərində Tehrandan uçub Təbrizə gəldi və fədailərə qoşuldu. Qocaman fədailər gənclərlə yanaşı durdular. Səttərxanın silahdaşı Qulam Əli də onlarladır. İndi burada hərbi təlim keçirilir, ordu hazırlaşır. Bunlar dünənə qədər hüquqsuz yaşayan, əzilən, Ərdəbil, Sərab, Urmiya kəndləridir. Onlar hərbi qaydaları hələ yaxşı mənimsəməmişlər. Bir çoxları hətta tüfəng tutmağı da yaxşı bilmirlər. Lakin tüfəng tutmağı bilməyən bu qəhrəmanlar əskərlik vəzifələrini namus və şərəflə yerinə yetirdilər. Burada da hərbi təlim gedir. Bura adı dillərə düşmüş Qulam Yahyanın qərargahıdır. Qulam Yahya, onun adı çəkiləndə düşmənin canına vəlvələ düşür.
Ulamiyədə kimi bir çox yiğitlərin rəhbərliyi altında vuruşan fədailər hər yerdə qalib gəldilər. 1945-ci il dekabrın 13-də axşam saat 8:30 dəqiqədə Tehran hökumətinin Təbriz qarnizonu təslim oldu. 3-cü İran diviziyasının komandiri General Rəxşanı Təbriz qarnizonunun təslim şərtlərinə qol çəkdi. Hükümət dəyişdi. Yeni Azərbaycan Milli Hüküməti yarandı. İlk gündən başlayaraq hər yerdə fars dili, doğma Azərbaycan dili ilə əvəz edildi. 1945-ci il dekabrın 20-sində Milli Hükümətin birinci fərmanı imzalandı. Bu fərman Azərbaycanda Azərbaycan dilinin təsdiq edilməsi haqqında idi. Nəhayət xalq öz ana dilində danışmaq hüququnu qazandı. Nəhayət qəzetlər ana dilində çap edildi. Milli Hükümət başçılarının şəkilləri onların səhifələrini bəzədi. Yeni Milli Hükümətin birinci icrası. Hükümət başçılığına peşəvəri seçildi. O öz demokratik əqidəsinə görə ömrünün 12 ilini Rıza Şahın zindanlarında keçirmişdi. Daxili İşlər Vəziri Doktor Cavid, Topraq Vəziri Doktor Mehtaş, Maarif Vəziri Şair Biriyə, Xalq Qoşunları Vəziri Kalyan və Baş Vəzirin müavini Doktor Cahanşahlı. Hükümətin birinci tədbiri milli ordu yaratmaq oldu. Könüllüləri say gündən günə artırdı. Azad edilmiş xalq qazandığı hüquq və istiqlaliyyəti qorumaq üçün silah götürməyə tələsirdi. Buraya akışıb gələnlər son vuruşmalarda silah almaq hüququnu qazanmış döyüşçülərdir. Onlar için bu silah müqəddəs və əzizdir. Yırtıcı bu silahlardan xalq ilə mübarizədə istifadə etmək istəyirdi. İndi isə bu silahlar azadlığı, demokratiyanı və doğma torpağı qoruyan adamların əlindədir. Ilin aprel ayında Təbrizdə kəndlilər qurultaya çağırıldı. Ölkənin hər tərəfindən nümayəndələr gəldi. İşələri qurultayda belə dedi. Əziz qardaşlar, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiniz dedi. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyir. İranda böyük mübarizə başlamışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaq. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizə. Sərxanın qızı da qonaqların içərisindədir. Şair Biriyə öz şeirini oxuyur. Mən deyirəm yurdumuza kəc baxanlar yox olsun, böhtan deyib adımıza şər yaxanlar yox olsun, xalqimizin igidliyi düşsün dildən dillərə, əməlləri yadigar tək qalsın ildən illərə. Mən deyirəm Azərbaycan qəhrəmanlar yurdudur, şücaətli Səttarxanlar, Ağırxanlar yurdudur, böyük Qacar şahlarını yola salmış bu diyar, onun hər bir qarşında əcdadımın haqqı var. İkinci dəfədir ki, Təbriz küçələri belə böyük xalq birliğinin şahidi olur. Bu
qoca partizan uzun illərdən bəri birinci dəfədir ki, özünü bu qədər cavan hiss edir. Birinci dəfədir ki, geniş Səttarxan xiyabanı, xalqın bayramı, şənligi üçün darıstallıq edir. Geçmişdə bu xiyaban Pəhləvi xiyaban adlanırdı. Milli hükümət kurulan kimi, xalq ona Səttarxanın adını verdi. Adi iş günləri başladı. Bu günlər azad olmuş xalqın çoxdan arzuladığı əmək bayramı günləri idi. Herkes öz tədrizini gözəl, abad görmək arzusuyla çalışırdı. Köşələrin daşla döşənməsi, xiyabanların asfalt edilməsi için bütün şəhər əhalisi çalışır. En kısa bir müddet içerisinde daş xiyabanlar asfalt ile örtüldü. Bu yollar bütün ülkenin qədəm qoyduğu ve süratle ilerlediği yeni yolun rəmzidir. Aşıqlar İran-Azərbaycanı şəhərlərində yanmağa başlayan elektrik ışığına söz qoşuldular. İlk aylarda Sarab, Salmat, Miyana ve birçok başka şehirlerde elektrik stasyonları işe salındı. Təşminə mağaz fabrikası işləmirdi. Təbrizdən qaçan sahibkarlar onu dağıtmışdılar. Onu işe salmaq için aylar lazımdı. Bölgədə isə şaxtalı qış günləri başlamışdı. Ordunu geyindirmək lazımdı. Azad əməyin gözəl qanunu vardır. Bir neçə ayda görüləcək işi bir həftədə və bir neçə gündə də görmək olar. 8 saat ərzində dəzgahlar işə salındı. Ordu mahud almağa başladı. Vətənpərvər kadınlar toxucu fabrikasında işlemeye gelmişler. Bunların bəziləri hələ çadıralarını atmamışlar. Bu toxucu fabrikası yenicə tikilmiştir. Bu il içerisinde baş veren bütün hadiseler, görülen bütün işler, halkın hayatında tam bir yenilik idi. Bunların 8 ay içerisinde edildiğini düşünürken insan inanmak istemiyor. Yeni xəstəxanalar açılmıştı. İlk dəfəydi ki, xəstəxana xalq nümayəndələrini, bu sadə insanları qəbul edir və onlara şəfqət göstərirdi. İlk növbədə yaralı döyüşçülərə, qəhrəman fədailərə xidmət edilir. Azərbaycanlı kadın öz ana dilində təhsil almaq için ilk dəfədir ki, məktəbə gəlmişdir. Geçmişte o, bunu ağlına bile getirebilmezdi. Ana dilinde yazmak, okumak, bu halkın arzusuydu. Bu A hərfidir. Əlifbanın ilk hərfi. Halkın en əziz, en kıymetli hesab ettiği 3 güzel söz bu hərfle başlayır. Azadlık, ana, Azərbaycan. Azadlık, bu kadınların əziz balalarına da öz dilində təhsil almaq imkanı verən, yenə də azadlıqdır. Hələ bu yaxınlara dək Azərbaycanlı uşaqlar məktəbdə ana dilində danışdıkları için cəzalanırlar. Bugün ise onlar ana dilinde şair Biriyan'ın şiirini yazırlar.
gün bir mühim yenilik getiriyor. 1946 yıl iyun ayının 12'sinde Təbrizdə birinci tarih kurulu açıldı. Birinci rektör burada ilk tələbəleriyle görüştü. Bu birinci ressamlık mektebidir. İran-Azərbaycanı yazıçılarının ilk dəfə Azərbaycan dilində çap edilmiş əsərləri və dərs kitablarıdır. 1946 yılın fevral ayında Tehranda hükümet dəyişildi. İran-Azərbaycanı hükümetinin tələbini görə Mərkəzi İran hükümeti danışığa girməyə və İran-Azərbaycanında həyata keçirilmiş milli demokratik islahatı təsdiq etməyə məcbur oldu. Azərbaycan milli hükümetinin tələbləri qəbul edildi. 1946 yıl iyunun 12'sinde Təbrizdə müahidənamə imzalandı. Yeni Təbriz radyo stasyonu müahidənamənin məzmununu xalqa xəbər verdi. İran hükümeti Azərbaycan ordusunu İran ordusunun bir hissəsi kimi təsdiq etdi. Yeni torpaq kanunu qəbul edildi. Azərbaycana öz milli gəlirinin 3/4'ünü ölkənin ehtiyaclarına sərf etmək için ixtiyar verilir. İbtidai tədrisin ana dilində aparılması hüququ təsdiq edildi. Nihayət, İran-Azərbaycanında yeni əncümənlərin təşkili qəbul edildi. 1946 yıl Ağustos ayının 5'inde Təbrizdə Səttarxan xiyabanında Bağırxanın abidəsi qoyuldu. İşəvəri həmən gün mitingdə nitq söylədi. O bugün hükümet başçısı kimi değil, Azərbaycan Demokrat Firqəsinin rəhbəri kimi danışırdı. Çünkü müahidənaməyə göre Azərbaycan hükümetinin ixtiyarı valiyə verilmiştir. İşəvəri öz ateşin nitqində halkı sayılığa dəvət edirdi. O deyirdi ki, irtica baş kaldırır, azadlığı təhdid edir. İran hükümetiyle bağlanmış müahidənamədən çok geçmemiştir. Lakin pişəvərinin sözlərində həyəcan və xəbərdarlıq hiss olunur. Halk irticanın güclendiyini bilirdi. Lakin heç kəs xıyanət olacağına inanmadı. Heç kəs inanmaq istəmirdi ki, Tehran müahidənaməni haincəsinə pozacaqdır. 1946 yıl dekabr ayında bu kişilerde kan töküleceğine, İran ordusunun halkı kıracağına hiç kes inanmak istemiyor. Müahidənamə pozuldu, halka divan tutuldu, hıyanet ve fitnekarlık ülkeye qədəm koydu. Təbrizin simasını yenə də kədər və qəm bulutları bürüdü. Zindanlar yenə də doldu, məhbusların ağızları ölkəni bürüdü. Yenə də İran ve Azərbaycan xalqlarının saadəti için çarpışan qəhrəmanlar zindanlara atıldı. Məclisin sədri şəbisləri ve eyalət valisi Doktor Cavid həbsə salındılar. Məhəmməd Agahını hatırlayırsınız? Bu adamın vücudunda ne kadar enerji ve qüvvət vardı. O artık yoktur. O güllələnmiştir. General Kəbiri asıldı. Prokuror İbrahim Firudun öldürüldü. O ölümü qəhrəmanlıqla qəbul etdi. Düşmənlər onu astılar. Möhtərəm ve fəziliyyət sahibi Qazi Məmməd artık yoktur. O zamin götürüldü ve dağa çekildi. Türkistan koşunlarının başçısı General Mehmet Sünxan məhv edildi. Onu da astılar. Ateşin natık ve güzel insan Azad Vətən de asıldı. Ve birçok başkaları da asıldı, öldürüldü, məhv edildi. Xəyanət və fitnə aləmi bürüyür, halkın yurduna, yuvasına od vurulub yandırılır. Her yerde ölüm, her yerde kan. Bunların hamısı Arazın Hot ayında İran Azərbaycanında baş vermiş ve indi de devam etmektedir.